Bismillahirrahmanirrahim. Bugün xanım Zəhra Səlamullah Əleyhanın şəhadət gecəsi daxil olur. Bilirsiniz ki, xanım Zəhranın şəhadəti ilə bağlı iki əsas rəvayət mövcuddur. Bir rəvayət buyurur ki, xanım Zəhra Səlamullah Əleyha 75 gün Peyğəmbərdən sonra dünyasını dəyişir. Digər rəvayət isə buyurur ki, 95 gün sonra dünyasını dəyişdi. 75 gün Peyğəmbərdən sonra dünyasının dəyişdiyi rəvayətinə əsaslansaq, noyabrın 3-ü, yəni bu gecədən xanım Zəhra Səlamullah Əleyhanın şəhadət gecəsi daxil olur və 95 günə əsaslansaq, noyabrın 20-si gecə daxil olur və 3 gün davam edir. Bizim xalqımız həmişə Əhl-i Beytə hörmət etdiyi üçün maraqlanırlar ki, bu xanım Zəhranın şəhadət günlərinə toyları düşməsin, toylarını bacardıqları qədər həmin günlərə salmırlar. O səbəbdən də qeyd edeyim ki, 3 gün birinci rəvayətlə saxlasaq, bu günlərin hörmətini saxlasaq, yəni 3-ü, 4-ü, 5-i, ikinci rəvayətlə isə 23-ü, 24-ü, 25-i qeyd eləsək, bu 3 günü saxlasaq hər iki rəvayətlə və digər günlər insanlar öz xeyir işlərində görə bilərlər. Xanım Zəhranın həyat tərzi müxtəlif cəhətlərdən müzakirə oluna bilər, amma həyatının əsas hissəsi onun Peyğəmbər dininin yolunda qurban getməsidir. Həzrət Zəhra Səlamullah Əleyha Peyğəmbərdən sonra dinin təhlükə ilə üz-üzə qaldığını hiss edir və Həzrət Əli əleyhissalamı Peyğəmbərdən sonraki canişin bilir və Allah tərəfindən təyin edilmiş imam bilir. O səbəbdən də xanım Zəhra burada təhlükə çox ciddi olduğu üçün özünü qurban verməyə hazırlayır. Niyə görə xanım Zəhra qurban getməlidir bu yolda? Çünki yol o qədər önəmlidir, yol o qədər böyük, əzəmətli yoldur ki, birbaşa ilahi qərardır. İlahi qərarın dəyişilməməsi üçün artıq burada böyük qurbanlıq lazımdır. Böyük qurbanlığın lazım olduğu vaxtda Peyğəmbərdən sonra əsasən Əhl-i Beytin ən üstünləri Həzrət Əli və xanım Zəhra Səlamullah Əleyha olur. Xanım Zəhranın haqqında maraqlanmaq istəsək, Peyğəmbər buyurur ki, fədəha əbuha, atası ona qurban olsun. Deməli, bütün kainatın ən üstünü Peyğəmbərdirsə və bütün Peyğəmbərlərin ən üstünü sonuncu Peyğəmbərdirsə, İslam Peyğəmbərdirsə, İslam Peyğəmbəri buyurur ki, atası, yəni Peyğəmbər Fatimə Zəhraya fəda olsun. Həzrət Zəhra o qədər əzəmətli bir xanımdır ki, o qədər Allaha çox yaxındır ki, Peyğəmbər canını ona fəda etməyi məsləhət bilir. Deməli, can o qədər əhəmiyyətli olur ki, Peyğəmbər canı ona fəda olur. Buradan bəlli olur ki, xanım Zəhra Səlamullah Əleyha sıradan biri deyil və digər insanlar kimi, adi bəşər kimi deyil. İnsan olaraq, insan surətində Peyğəmbər buyurmuşkən, Peyğəmbərdən xanım Zəhra haqqında soruşdular. Dedim, mənim qızım Zəhra mələk xasiyyətlidir insan surətində. Peyğəmbər buyurur Fatimə Zəhranın haqqında ki, Allah buyurdu ki, hər kəs Fatiməni qəzəbləndirsə, məni qəzəbləndirər, hər kəs Fatiməni razı salsa, məni razı salar. Görün, bir şəxsin üstünlüyü hansı həddədir ki, onun qəzəbi Allahın qəzəbi hesab olunur və onun razılığı Allahın razılığı hesab olunur. Xoş halımıza şükür edirik Allaha ki, Allah bizim qəlbimizdə xanım Zəhra Səlamullah Əleyhanın məhəbbətini yerləşdirib. Bu olduqca önəmlidir. Yəni biz o şəxsi sevirik ki, Peyğəmbər ona canını fəda etməyə hazır idi. Peyğəmbər canını ona qurban etməyə hazır idi. Bu can çox əzəmətli olduğu üçün və eyni zamanda İslama yönələn təhlükə olduqca böyük təhlükə olduğu üçün Həzrət Zəhra məcbur olur ki, burada artıq öz canını qurban versin. Çünki İslamın təməl prinsipi təhlükə yaşayır, imamət prinsipi təhlükə yaşayır. Bu olduqca mühüm məsələdir və Allah idarəçiliyini, Allah bəşəri imamın əli ilə idarə edir. İmam Allahın
idarəçilik mexanizminin praktiki olaraq həyata keçirənidir. Allah insanları necə idarə etmək istəyirsə, onları imamın əli ilə idarə edir. Burada imam Həzrət Əli əleyhissalamdır. Peyğəmbər canişin olaraq onu yerinə qoyub və indi bəşəriyyət əgər imamdan üz döndərsə, imam bəşəriyyətlə əlaqəsini kəssə və imamın praktiki imamətini həyata keçirməsinə imkan verməsələr, artıq burada Allahın qurduğu mexanizm hərəkətdə dayanır. Çünki bunun hərəkət verici, hərəkət etdirəni imam idi. Bunu işə salan, işlək vəziyyətdə saxlayan imamdır. İmam uzaqlaşdırılırsa, deməli, bu mexanizm, bu sistem olduqca ciddi bir təhlükə ilə üz-üzədir. O səbəbdən də xanım Zəhra səlamun əleyha bu təhlükəni hiss edir. Və bu təhlükəni anladığı üçün xanım Zəhra bilir ki, bu böyük təhlükəni yalnız böyük qurbanlıqla keçmək olar. Bu keçidi belə keçmək olar. Başqa cür mümkün deyil. O səbəbdən də Həzrət Əli əleyhissalamın kənarda qalmasına razı olmur. Yazırlar 40 gecə xanım Zəhra qapıları bir-bir döyür və onlardan soruşur ki, siz Qədir Xumda eşitmədiniz məyər? Peyğəmbər buyurdu ki, mən kuntum mavla fəhaz əliyyum mavla. Mən kimin ağasıyamsa Əli də onun ağasıdır. Bunu eşitmədiniz Qədir Xumda. Onlar da müəyyən səbəblərdən, mövzu genişdir, müəyyən səbəblərdən, bəzisi qorxudan, bəzisi özlərini zəhmətə salmamaq üçün deyirlər ki, biz o yerini eşitməmişik. Bəziləri deyirlər ki, eşitmişik, amma kömək eləyə bilmirik indi. Çəkdilər özlərini kənara. Bəziləri də xanım Zəhranın özünə qapını açmadılar. Çünki bilirdilər ki, xanım Zəhra niyə görə gəlib. Onlar qurban eləyirdilər, Allah yolunda qurban kəsirlər, onlar Allah yolunda ehsan edirlər, ibadət edirlər, amma öz canlarını qurban verməyə hazır deyildilər. Öz canlarını qurban verməyə hazır olmadıqları üçün, çox biganə bir cəmiyyət olduqları üçün Həzrət Zəhra məcbur olur artıq öz canını qurban versin ki, tək imamət dəyəri yaşasın. Həzrət Zəhra gəlir Həzrət Əli əleyhissalamın imamətini müdafiə etmək üçün qapılara düşür, qapıları döyür və Həzrət Əliyə Allah canişininə kömək etmək üçün adam axtarır və onlar kömək eləmirlər, məcbur olur, özü məscidə gəlir və Allah canişini müdafiə edir. Və bu müdafiə yolunda müəyyən hadisələr baş verir. Xanım Zəhra səlamun əleyha bu hadisələrin acı nəticəsində dünyasını dəyişməli olur və şəhid olur. Niyə görə şəhid olur? Çünki xanım Zəhra səlamun əleyha səbəbsiz olaraq dünyadan göçmür. Bu hadisələrin mənfi təsirləri, bu hadisələrin zorakılıqları xanım Zəhranın cisminə ciddi xəsarətlər vurur. Xanım Zəhra bu xəsarətlərdən, bu əzab əziyyətdən canında ciddi ağrılar olur və bu ağrıların nəticəsində xanım Zəhra dünyasını dəyişir və şəhid olur. İnsanlar adətən öyrəşirlər, əllərindəkini qurban versinlər, amma xanım Zəhra səlamun əleyha öz canını qurban verməyə çalışır. Sonradan yaşayan insanlar Həzrət Əlinin imam olduğunu anlasınlar. Çünki hədisi qeyd etdik. Allah Fatimənin qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur. Kim Həzrət Zəhradan, Həzrət Zəhra kimdən razı olmayıbsa, bu deməkdir, Allah ondan razı olmayıb və Həzrət Zəhra kimdən razı olubsa, bu deməkdir, Allah ondan razı olub. Xanım Zəhra səlamun əleyhanın əsas işi də budur ki, vəsiyyət edir Həzrət Əli əleyhissalama ki, qüslümü sən verərsən, kəfənə sən tutarsan, eyni zamanda mənim namazımı da sən qılıb və dəfn eləyərsən. Həzrət xanım Zəhra səlamun əleyha vəsiyyət edir. Bu vəsiyyəti niyə görə eləyir? Çünki hədisdə var ki, hər kəs zamanı imamını tanımadan dünyasını dəyişsə, o cahil ölüb. Xanım Zəhra səlamun əleyhanın haqqında Allah uzaq bu cümləni deyə bilmərik. Niyə görə? Çünki bütün rəvayətlər mütəvatir həddə təsdiqləyir ki, yəni geniş yayılmış rəvayətlər təsdiqləyir ki, xanım Zəhraya Peyğəmbər buyurdu ki, o atası ona qurban olsun, Allah onun qəzəbi ilə qəzəblənir, razı olur. Bu o deməkdir ki, xanım Zəhra səlamun əleyha dünyadan mömin olaraq köçür və təqvalı olaraq köçür. Bəs niyə görə xanım Zəhra
o zamanda Həzrət Əlini öz üçün imam olaraq təyin edir. Sən qüslümü verərsən, sən məni kəfənə tutarsan, namazımı sən qılıb və sən dəfn eləyərsən və müəyyən insanları da mənim dəfnimdə iştirak etmələrinə icazə verməməlisən, məni də gecə dəfn elə. Digərləri mənim dəfnimdə iştirak eləməsinlər. Deməli, xanım Zəhra selamun əleyha bu tövsiyəsi ilə, bu vəsiyyəti ilə digər sonraki zamanlarda yaşayanlara çox şəffaf bir mesaj ötürür ki, mənim imamım kim idi və mən kimin yolunda qurban getdim. Mən imamımı tanıyaraq dünyadan köçdüm və kimləri dəfnində iştirak etməsinə imkan vermədimsə, bu deməkdir ki, onlar Allah Rəsulunun yoluna sadiq çıxmalılar, yolu dəyişdilər və Həzrət Əli əleyhissalama haqsızlıq elədilər. Xanım Zəhranın şəhadətinin əsas üstünlüyü bundadır ki, o şəhadəti ilə imam müdafiə edib, Allahın idarəçilik sisteminin ən fəalının haqqını müdafiə edib və bu yolda dünyadan köçüb. Allahdan istəyirəm, Allah xanım Zəhranın şəfaətini hər birimizə nəsib eləsin, onun dualarını üzərimizdən əsir eləməsin. Allah xanım Zəhranın məhəbbətini qəlbimizdən heç vaxt uzaq salmasın. Bir alimin tövsiyəsidir. Hər kəs bilmək istəyir ki, Allah ondan razıdır ya yox. Görsün ki, qəlbində xanım Zəhraya məhəbbət var ya yoxdur. Allah bu əzadarlığı hər birimizdən qəbul eləsin. Bizi Əhl-i Beytin yanında həmişə üzü ağ, alnı açıq qərar versin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.